Vaxtınız xeyir olsun əziz izləyicilər. Biologiya 8-ci sinif bir dərsliyindən nəhayət birinci bölmənin, yəni bu tamamilə əhatə edən bir neçə mövzunun bölməsinin sonuna gəlib çatdıq. Burada artıq mövzuların xülasəsi verilibdir. Yəni qısa hissələrini veribdir. Hüceyrənin üzv birləşmələri, karbohidratlar, lipidlər, zollar, nüklein turşuları və hər birinin haqqında məlumatlar, oxşar və fərqli cəhətləri, maddələrin hüceyrə membranı daşınması və sair kimi xüsusiyyətləri oxşar fərqli cəhətlər verilibdir və nəhayət növbəti səhifədə isə ümumiləşdirici tapşırıqlar verilibdir. Bölmədə ümumiləşdirici tapşırıqlar verilibdir. Əvvəlcə gəlin belə deyək də, bu hissəyə biraz başlanğıc verək, yəni bir göz ataq. Burada hüceyrənin üzv birləşmələri karbohidratlar haqqında verib, sadə şəkər, mürəkkəb, məsələn, şəkər, sadə şəkərlərə aiddir, monosaxaridlər, disaxaridlər, mürəkkəb şəkərlərə aiddir, polisaxaridlər. Bunlar haqqında hətta nümunələr verilibdir. Glukoza, fruktoza, galaktoza, dezoksiriboza, riboza, bunların hər biri aiddir sadə şəkərlərə. Amma disaxaridlərə aiddir. Yəni disaxarid sadə şəkərdə, amma monosaxaridlərə aiddir bu dediklərim. Disaxaridlər isə maltoza, laktoza, saxarozalara aiddir. Mürəkkəb şəkərlər isə polisaxaridlər, yəni nişasta, glikogen, selluloza kimi karbohidratları misal göstərmək olar. Yəni bir tərəfdən fikirləşəndə ki, mövzunun qısa xülasəsi sizin yaddaşınızda mövzunu daha yaxşı mənimsənmək üçün, daha vacib nüanslara yadda saxlamaq üçün yaxşıdır bu hissəni əzbərləmək, öyrənmək. Qısa keçsəm bunların hər birindən. Lipidlər qliseri yağ turşusundan ibarətdir. Zülallar amid turşulardan ibarətdir. Nuklein turşular nukleozlardan ibarətdir. Nuklein turşusunun içində var DNT, RNT. DNT 2 zəncirli olur, RNT 1 zəncirli olur. DNT-də azotlu əsaslardan olmayacaq, hansı urasil olmayacaq, amma RNT-də isə urasilin yerində timinin olmayacaq. Yəni belə bu fərqləri var. DNT-də karbohidrat dezoksiribozadır, RNT-də isə ribozadır. Qalan bütün yəni komponentlər hamısında eynidir. Növbəti xülasə maddələrin hüceyrə membranının daşınması, difuziya, osmoz, fagositoz, pinostoz haqqında oxşar fərqli cəhətlər veribdir. Difuziya nədir? Molekulalar maddələrin və ya ionların konsentrasiya qradiyenti. O deməkdir ki, yəni maddə bir yerdə olduqda, yəni daha çox qatılığı daha çox olduqda, bir maddənin qatılığı daha çox olduqda, həmin yerdən daha az olan yerə molekulların axın etməsilə hərəkətidir. Buna deyirlər difuziya. Osmoz su molekulların daha yüksək su potensialına malik olan məhluldan aşağı su potensiallı məhluluna seçib keçici membran vasitəsilə hərəkətinə deyilir. Fagositoz, pinostoz isə maddələrin məhlullardan ionların və yaxud da ki, onların hissələrinin konsentrasiya qradiyentinin əks istiqamətində hərəkəti, enerji tələb olunmur burada, fəal daşınmadır və s. Sonra oxşar fərqli cəhətlər burada var. Hamısı bir-bir deməyəcəm, özünüzə baxıb izləyə bilərsiniz. İstər kitabda, istər videoda izləyə bilərsiniz. Keçək ümumiləşdirici tapşırıqlar bölməsinə. Ümumiləşdirici tapşırıqlar bölməsində deyir ki, birinci sual. Aşağıdakı qrafikdə insan orqanizmini təşkil edən əsas kimyəvi elementlərin hər birinin orqanizmdəki faiz nisbətini göstərilmişdir. Bu məlumatlardan istifadə edərək cədvəl və diaqram şəklində göstərir. Sizcə məlumatı göstərmək üçün hansı üsul daha yaxşıdır? Fikrinizi əsaslandırın. Belə deyək də, biz burada cədvəl və ya diaqram qura bilərik. Dəftərinizdə siz bu hissənin üstündə elə, kitabın üstündə, elektron kitab olduğu üçün bunun üstündə göstərəcəm. Misal üçün, oksigenin fikir verin daha çoxdur bunun. Oksigende daha çoxdur. Yəni belə bir cədvəl formasında çəksə əgər, təqribən belə bir cədvəl formasını çəksək, xətlər düz əyri çıxır, amma xətkeşdən istifadə edərək siz düz çəkə bilərsiniz. Misal üçün, buraya yazıram oksigen, hidrogen, karbon, bu hissədə misal üçün fikir versəm, daha çox oksigen haradadır?
60%-dən çoxdur. Təqribən 65%-ə qədər düşür. Bura 65% yazıram. Hidrogəndə 10%, bura 10% yazıram. Sonra karbon, baxıram karbona, təqribən ondan çox 20-dən az, deyəlim ki 18% yazıram. Azot üçün də bir yer ayıraq hələ ki. Bura azot yazsam, azot. Azot hardadır? Burada təqribən 5% yazırım buna. Yəni bu formada bunu cədvəl şəklində yazmaq olar. Və ya diaqram formasını istəyirsə, diaqram formasını mən digər proqramda düzəltmişəm. İndi göstərəcəm onu burada. Fikir verin. Oksigen faizlə göstəricilərə fikir verin. İstəsəniz bunu çəkə bilərsiniz dəftərinizə. Görürsünüz ki, bura oksigen daha çoxdur. Yəni faizlə miqdarı daha çoxdur. Buraya yaza bilərəm mən 70%. Sonra karbona yazmaq olar təqribən 18%. Hidrogenə 10%, azota 5%, kalsiyuma 3%, fosfora 2%, digərlərdə 1% və s. Yəni bu formada bunu çəkib təqdim etmək olar. Sonra B variantında deyir ki, bu elementlər orqanizmlər cədvəldə göstərilən birləşmələrin tərkibində daha çox olur. Fikir verirsiniz, görərik ki, lipidlərdə insan orqanizminin kütlə payı 14%dir, birləşmələr, zülallar 12%dir, karbohidratlar 1%dir, su isə 70% təşkil edir. İndi variantlara baxaq bir-bir. Deyir, bədəndə ən çox azot hansı birləşmələrdə olur? Ən çox azot hansı birləşmələrdə? Azot zülallarda daha çox olur. Çünki zülalların əsas tərkib hissəsi azotdur. Yəni belə deyək də, NH2 qrupu olduğuna görə zülallarda da NH2 qrupu vacib bir qrup olduğuna görə deməli zülallara daha çoxdur. Hansı birləşmənin tərkibində daha çox oksigen var? Suda daha çox oksigen var, karbohidratlarda var. Daha çox karbohidratlar, zülallar və suda var. Ən çox suda var. Çünki suyun elə formulu H2 odur, bilirsiniz. 2 hidrogen, 1 oksigen atomlarından ibarətdir. Su 70% təşkil edirsə, görün nə qədər oksigen var orqanizmdə. Sonra hansı birləşmənin tərkibində ən çox karbon var? Karbohidratların diğerinin tərkibində daha çox karbon var. Bu birləşmənin cəmi 1% çatmır. Qalan digər hissəsinin hansı digər üzvü birləşməni təşkil edir? Lipidlər, zülallar, karbohidratlar var, su var. Üzvü birləşmə deyirsə, əsasda su üzvü birləşmə deyil, amma burada yazıblar, onu soruşur. Zülal, lipid var, yağ yazmayıb, yağ ola bilər, yağlar, sonra nuklein turşuları ola bilər, vitaminlər ola bilər və s. Bədənin hansı strukturunda kalsiyum daha çoxdur? Sümüklərdə mən deyəlim daha çoxdur. Dişlərdə, sümüklərdə, bunlarda kalsiyum daha çoxdur. Çünki sümüklərin əsas tərkib hissəsi kalsiyum təşkil edir. İkinci sual, bir çox idman içkilərində glukoza var. İdmançılar qida rasionunda nişastadan daha enerji ala bilirlər. Nişastadan daha enerji ala bilirlər. Bəli, nişasta molekullarının bir zəncir formasını verib burada. Fikir versəz görərsiniz ki, nişasta molekulu bayaq yuxarıda verilmişdi. Polisaxaridlərə aiddir, yəni mürəkkəb karbohidratlara aiddir. Və bir zəncir kimi, yəni hər biri bir dənə bunun da biri, hər biri bir monosaxarid olduğuna görə bunlar zəncir formasında bir-birinə birləşərək nişasta molekulunu təşkil edirlər. Görürsünüz, aşağıda verilmiş ki, glukoza molekulu. Deməli, bunların hər biri glukoza molekuludur. Yəni nişasta özü bir neçə glukozanın birləşməsindən ibarətdir. Bu glukozalar nişastanın tərkibini monomeri adlandırır, yəni hissələri adlandırır. Əsas hissəsi adlandırır. Deyir ki, glukoza molekullarının nişastadan daha tez enerji təmin edə bilməsinin səbəbini yazın. Ona görə olur ki, glukoza daha kiçik karbohidratda daha tez orqanizm tərəfindən mənimsənilir. Onsuz da nişasta şəklində orqanizmə daxil olmur karbohidratlar. Birbaşa ilə glukoza formasına daxil olur. Çünki orqanizmdə glukoza orqanizmə, yəni qana keçə bilmir. Böyük bir birləşmə olduğu üçün mütləq ki, o parçalanmalıdır. Yəni monomerlərə parçalanmalıdır. Yəni glukoza molekullarına parçalanmalıdır. O baxımdan orqanizmdə glukoza şəklində daha tez mənimsənilir. Ona görə də daha tez, daha çox enerji ilə təmin etməsinə səbəb olur. Daha doğrusu tez enerji təmin etməsinə səbəb olur. Üçüncü sual.
Fermentativ reaksiyada məhsulun konsentrasiyasının dəyişməsi hansı qrafikdə göstərilmişdir? Fermentativ reaksiyada məhsulun konsentrasiyası. Fermentativ reaksiyada fermentlər bilirsiniz ki, maddənin belə deyək də, reaksiyanın getməsini asanlaşdırır, reaksiyanın getməsini təmin edir, amma sonunda dəyişilməz qalır. Məhsul isə zaman keçdikcə artır, miqdar artır. Reaksiyaya girən maddələrin miqdarı isə azalır. Əgər misal üçün A maddəsi ilə, tutaq ki, yazıram bura, A maddəsi plus B maddəsi ilə reaksiyaya girib, əgər ikisindən C maddəsi əmələ gəlirsə, artıq bu A və B hər ikisi olacaq reaksiyaya girən maddə, C olacaq məhsul. Deməli, zaman keçdikcə məhsulun miqdarı artır, yəni konsentrasiyası artır. İndi baxaq indi. Deyir ki, dəyişməsinin hansı qrafikdə doğrudur? Zaman keçdikcə məhsulun konsentrasiyası artmalıdır və sonradan stabil olaraq qalmalıdır. Baxıram elə burada A variantına fikir verin. Bax bura. Buna fikir verin. Görərsiniz ki, burada məhsulun konsentrasiyası zaman keçdikcə bu görürsünüz nə baş verir? Əvvəl buradaydı, sonra burada, sonra burada, sonra burada. Nəhayət müəyyən bir yerə qədər gəldi bura kimi standart olaraq davam edir. Deməli cavab olacaq A variantı. Dördüncü sual. Kimyəvi stəkanlardakı A, B, C və D saxroza molekulları arasındakı su potensialı qradiyentiniz azalma artdığına görə X, Y, Z təcrübələrini düzün. İndi bizim əlimizdə belə bir təcrübə aparmaq hələlik ki, mümkünsüzdür, amma nəsə əldə müəyyən bir ləvazimatlar olsa, müəyyən bir laboratoriya avadanlıqları olsa, bəlkə etmək olar, amma üzərində izahını verəcəyəm. Baxırıq, görürük ki, burada təcrübə X-də A-da saxarozanın qatılığı 20%-dir, faizli qatılığı, B-də 10%-dir. Burada, misal üçün, mən bu yarım kesici membranı qaldırsam, bu hissəni qaldırsam, götürsəm, bu hissəni kəssəm, ayırsam buradan, bunu ayırsam əgər, yəni bu açılsa, bilirik ki, qatılığı çox olan yerdən az olan yerə nüfuz edəcəkdir. Yəni, ta ki, bunların bərabər olana qədər, yəni A bərabərdir B-yə olana qədər. Yəni, 20%, 10%-ə çatana qədər. Yəni, ikisinin qarışığının ortası olana qədər çatacaqdır. Həmçinin burada da baxıram ki, təcrübə Y-də fikir versə, yenə mən bu yarım keçici membranı çıxarsam buradan, buranı açsam, deməli, saxarozan molekulu burada 10%-dir, burada 5%-dir. Bu 10%-dən yavaş-yavaş 5%-ə doğru axın edəcəkdir. Qradiyenti fərqinə görə də. Burada da həmçinin, amma burada görürəm ki, burada 10%-dir, bu da 10%-dir. Bunu qaldırsam heç bir dəyişiklik olmayacaq. Yəni, bunu çıxarsam heç bir dəyişiklik olmayacaq. Ona görə də mən Z təcrübəsini aparsam heç bir dəyişiklik olmur. Y təcrübəsini aparsam, oxla göstərilmiş istiqamətdə saxarozan molekulu B qabından C qabına keçəcək. Həmçinin təcrübə X-də aparsam, A-dan B-yə keçəcək. Yəni, qradiyent fərqi yarandığına görə. Nə deyir bizə? Azalma ardıcılığı düzün. Qradiyentlərinin azalma ardıcılığı düzün. Ən çox X-dədir. Sonra Y-də, sonra Z-də. Əslində qalsa, keçmə ardıcılığını mən dedim. Amma qradiyentin ən çox olanı Z-dir. Yəni, fərqi yoxdur, fərqi çox azdır. Sonra keçək bu tərəfə Y, digər isə X-dir. Sağ olacaq. Növbəti təcrübə bitki hüceyrəsini verilmişdir. X təcrübəsinin başlanğıcında ilk 30 dəqiqə sonra Y-də olub. Fikir verəm, görərəm ki, burada bitki hüceyrəsi demək olar ki, suyun potensialı daha çoxdur burada. Hətta bitki hüceyrəsinin divarına belə təsir eləyir. Görürsünüz ki, yəni suyun təsirindən sitoplazma sıxılıb bitki hüceyrəsinin divarına. Bu isə bitki hüceyrəsinin divarıdır. Bura sıxılıb. Deplazmoliz yaranıb burada. Amma əksinə Y təcrübəsi olana qədər,
30 dəqiqə sonra suyun miqdarı azalıb plazma izadəsi baş verib. Hətta bunun içərisində büzüşməyə doğru gedir. Düzdür, bitki hücrəsi büzüşmür, düzü divarı var. Ona görə. Amma davam eləyək variantlara baxaq. D, A, B və C, D ilə göstərilmiş hissələri müəyyənləşdirin. Burada B hücrə divarıdır. C sitoplazmadır. D vakuoldur. A isə bitki hücrəsinin, yəni belə deyək də, o plazmoz olan hissədir. Plazmoz olan hissədir. Suyu çəkilmiş hissə. Vakuol kimi yer, belə boş vakuol kimi yer, belə bir şey kimi başa düşək, belə bir hissə kimi. Hücrədə bir maye mühitindən digər maye köçürülsə, X-dən Y-ə dəyişiklik baş verdi. Bu dəyişiklik necə adlanır? Plazmolizasiyası baş verir. Bu zaman baş verən prosesi izah edin. Dediyimiz kimi suyun miqdarı azalır. Suyun miqdarı azaldığına görə də plazmolizasiyası baş verir. X-də hücrənin vəziyyətini adlandırın. Plazmoliz dedim bunu. X-də hüceyrəni əhatə edən mayenin su potensialı haqqında nə deyə bilərsiniz? Su potensialı çoxdur burada. Çünki hətta fikir verin görərsiniz ki, X-də suyun təsirindən sitoplazma sıxışıb bitki hücrəsinin divarına. Bu qədər. Növbəti videolarda, növbəti dərslərdə görüşənə qədər sağ olun.